Məqsədimiz də elə budur ki, anlayaq, bu dövlət necə yarandı? O ideoloji əsasları, türkçülük və şiilik nə idi? Və sonda niyə süqut etdi? Gəlin elə başlayaq. Başlayaq. Hər şey, deyəsən, Ərdəbildəki bir sufi təriqətindən başlayır, hə? Şeyx Səfiyyəddin qurub bunu. Düzdür. Amma o mənəvi hərəkat zamanla siyasi gücə çevrilib. Və sonra səhnəyə İsmail çıxır. Çox gənc yaşda, cəmi 12 yaşında. Bəli, Qızılbaş tayfalarının dəstəyi ilə. Onlar ki, Səfəvilərin əsas hərbi gücü idi. O güclü türk döyüşçü qrupları. Məhz onlar. Onların dəstəyi ilə İsmail hakimiyyətə yürüş edir və 1501-ci ildə Təbrizdə özünü şah elan edir. Səfəvi dövlətinin əsası belə qoyulur. Maraqlıdır. Hətta daha maraqlısı odur ki, Şah İsmail təkcə hərbi lider deyildi, elə deyilmi? O həm də şair idi. Xətai təxəllüsü ilə yazırdı. Bəli, Azərbaycan türkçəsində çox gözəl şeirləri var.